Salam dostlar, daha bir profil əyənimiz hazır oldu və satışa çıxır inşallah. Gördüyünüz kimi hər şey mükəmməl vəziyyətdə. Qulpunu özüm belə eləmişəm ki, rahatçılıqla ürəyini istəyən formada o üzə eləyə biləsən. Bunlar şaybalarıdır. Profili qoyarkən 60'lıq profilə qədər gedir, götürür. Düzdür, arası 80'dır, amma 60'ın 40'ı profil mükəmməl formada yerləşir. Bunlardakı inşallah şestegranik boltları olacaq. Yəni profili qoydun, qıraqlarına yerləşdirdin, şaybalarını sıxdın, sağa sola qaçmasın deyənə. Bu da qulpudur. Baxa bilərsiniz. Mükəmməl şəkildə bu da sepi şestrinaları necə lazımdır. Bütün patemniklər, gördüyünüz paduşkalar hamı təzədir. Hamı tokarlı stanokda mükəmməl şəkildə yonulub, öz razmerində düzəlinib. Burada da razmerlərini dəyişmək üçün artıq yerlər qoymuşam ki, istənilən vaxt bunu qırağa çəkib əyməsin, çoxalmaq olsun. Baxa bilərsiniz, hər şey mükəmməl formadadır. Bunları da özüm kəsməmişəm ki, kim istəyərsə əgər, qayqaları da var. Bura balaca şikiflər düzəltdirib, turbo da əyə bilər, ya bəzək işlərlə məşğul olan dəmirçilər məsəl üçün istəsələr, balaca şikiflər düzəltdirib üstünə bəzək düzəltmək üçün də istifadə edə bilərlər, turbo əymək üçün də istifadə edə bilərlər. Ona görə uzun saxlamışam polislərini. Hamısı mükəmməl şəkildə svarkasından tutmuş, bütün detallarına qədər. Hamı da qalın qoniklərdir. Buralarını özüm kəsmişəm ki, kobud görsənməsin, səliqəli olsun. İndi inşallah kraskada vuracam buna. Bugün çatdırmadım. Kim istəyərsə əgər, profildə nömrəm var, əlaqə saxlaya bilər. Burada istəyirəm bir dənə şikif qoyum ki, biraz bunu belə saxlasın. Bu polisdə yonulacaq, tam bura oturacaq ki, sepə deyməsin. 60'ın 40'a profil, 40'ın 40'a profili mükəmməl şəkildə əyir. Kim istəsə əlaqə saxlayar. Qiyməti də sir deyil, yəni ki, bilmək istəyənlər üçün qiyməti sonu 400 manatdır. Sonu 400 manat. Belə 450'yə deyirəm, amma indi istəyən olarsa sonu 400 manatdır.